Hər vaxtınız xeyir olsun, kanalıma xoş gəlmisiniz. Evdə hazırlanan qatlaşdırılmış südü cəmi 2 ərzaqla necə hazırlanır sizinlə bölüşəcəm. 1 litr südü süzdürülmüş vəziyyətdə qazana əlavə edib ocağın üzərinə qoydum. Biraz süd isinəndən sonra 300 qram şəkər tozu əlavə etdim. Ocağı vamxodda qoydum ki, dibi yapışmasın və tez-tez qarışdırmağa başladım. Onu da qeyd edim ki, mən market südündən yox, ev südündən istifadə etdim. Ev südü tamam başqa cür olur. Artıq mənim 40-45 dəqiqə vaxt keçmişdi, süd qatlaşmağa başlamışdı. Zövqə görə istəsəniz vanil də əlavə edə bilərsiniz. Əgər ocağın üzərindən qatlaşdırılmış südü tez götürmək istəyirsinizsə, rənginin dəyişməməsi üçün götürə bilərsiniz. Yəni bunu soyucuda saxlayanda özü qatılaşır. Mən qoz şirniyyatı hazırladığıma görə istədim biraz rəngi də tündləşsin. Tam hazır olandan sonra mən süzgəcdən keçirtdim. 3-4 saat ərzində soyucuda saxladım. 250 qram məndə qatlaşdırılmış süd alındı. Çox gözəl və çox da dadlı idi. Allah hər kəsin ruzisini bol bərəkətli eləsin. Göz haqqınızı halal edin. Allaha amanat olun.